Salam, mən FES Akademinin Musiqi fənn üzrə təlimçisi Vüsalə İskəndərova. MİQ Musiqi 2026 çərçivə sənədinə əlavə olunmuş tempin növləri mövzusunda izah vermək istəyirəm. Temp nədir? Musiqi əsərinin ifa sürəti və sürət dərəcəsinə temp deyilir. Tempin musiqidə böyük rolu var. Belə ki, hər hansı bir əsərin obrazı, onun xarakteri həmin əsərin ifa sürətindən asılıdır. İfa sürətinə görə templər 3 qrupa bölünür. Ağır templər, orta templər, tez templər. Sxemə əsasən nəzər salaq. Ağır templər. Əsasən templər İtalyan terminləri ilə ifadə olunur. Amma bir sıra templər var ki, sonradan yarananlar başqa xalqların dilindən də dilimizə keçmişdir və biz musiqiçilər həmin sözləri o dildə əzbərləyib sadəcə mənalarını bilməliyik. Largo, larghetto, lento, adagio, pesante, grave bunlar ağır templərdir. İndi nəzər salaq sözlərin mənasına. Largo olduqca geniş, rahat ifa. Larghetto largodan nisbətən tez ifa olunan temp növüdür. Lento asta, adagio sakit, yavaş, ağır deməkdir. Grave isə ağır-ağır ifa tərzinə deyilir. Orta templər. Andante mənası asta şəkildə ifa etmək. Andantino, andantedən tez. Fikir versəz burada da larghetto, largodan biraz tez, andantino da andanteyə nisbətən tez ifa olunan tempə deyilir. Moderato, orta sürətlə mülayim ifa, allegretto, canlı, hərəkətli ifa deyilir. Və tez templər, allegro, tez, viva, vivace, sürətli, veloce, cəld, presto, olduqca tez, prestissimo, son dərəcə tez ifa tərzinə deyilir. Bundan əlavə, ağır, orta, tez templərdən əlavə tədricən tempin dəyişməsini göstərən terminlərimiz də var ki, onları bəzən fərqli variant kimi testlərdə salırlar. Accelerando, sürətləndirərək, animando, canlandıraraq, ritardando, astalaşdıraraq, ritenuto, ağırlaşdıraraq, a tempo, əvvəlki tempdə, yaxud da tempo primo, o da əvvəlki tempdə, birinci tempdə ifa etməyimizi göstərir. Məsələn, sual düşə bilər ki, hansı variant fərqlidir? Bütün hamısında templərin adı yazılar. Allegro, viva, vivace, presto, prestissimo və başqa temp adları və variantlarının birinə yazılar maestoso, yəni möhtəşəm, əzəmətli ifa. O orada sürət deyil. Onun üçün onu temp kimi seçmirik biz. Fərqli variant kimi götürürük. O, hansı tərzdə ifa edəcəyimizi göstərir. Temp sürətimizi göstərir. Tempə əlavə olunan terminlər hər hansısa bir əsərin bir hissəsini ya sürətləndirərək, accelerando edərək, ya gecikdirmək lazımdır, ritenuto edirik, yaxud da o hissəni daha canlı göstərməliyik, möhtəşəm ifa etməliyik, maestoso olmalıdır və bəzən sual düşür. Rəqs adları verilə bilər, yaxud da hər hansı bir janr adları verilə bilər ki, hansını tempə çevirə bilərik. Məsələn, vals, tempo di hissəciyin əlavə edərək tempo di vals edə bilərik rəqsdən, vals tempinə çevirə bilərik onu. Polonez ola bilər, mazurka ola bilər, tempo di mazurka. Yəni, mazurka Polşa xalq rəqsidir və özünün xüsusi quruluşu olduğuna görə onu temp kimi də götürə bilərik. Tempo di mazurka, yəni mazurka tempində, mazurka xarakterində əsər ifa olunmalıdır. Yaxud da marş, tempo di marş, yəni marş tempində. Necə? Daim dəyişməz ölçü 4-2, 4-4 və dəqiq vəznə, aydın ritmə malik olmalıdır. Bunlardan əlavə staccato ifalar, legato ifalar, ligalar düşə bilər suallarda. Staccato qırıq-qırıq ifalara deyilir, legato əlaqəli ifalara deyilir, liga isə notların altından və ya üstündən çəkilən qövsvari işarədir ki,
Bu da həmin notları bir-birinə bağlayan əlaqə, rabitə işarəsi sayılır. Məsələn, fərqli notları üzərində qoyulursa, liqa onları əlaqələndirir. Yox, eyni yüksəklikdə yerləşən notların birləşdirən işarədirsə, birinci not səslənir. Məsələn, do notu və digər tərəfdə do notu, ortasında liqa qoyulub. Birinci do sayılır. Məsələn, xanə ölçüsü 4-də 3-dürsə, 3 və-yə sayılır. 1 və 2 və 3 və növbəti do notu təzədən 1 və 2 və 3 və basılaraq sayılmır. Saxlanılaraq əlavə ölçüsü qədər sayılır. Deməli, liqa fərqli notları birləşdirirsə, rabitə əlaqəsi kimi, eyni yüksəklikdə yerləşən notu yerləşdirirsə, birləşdirən işarədirsə, o zaman notun ölçüsünü artıran işarə kimi qeyd olunur. Ödənişli dərslərimizə qoşulmaq üçün 055 527 2599 menecer nömrəsi ilə əlaqə saxlamağınız və ya ödənişsiz dərslərimizdən yararlanmaq üçün kanalımıza abunə olmağınızı təklif edirəm. Kanalın linki rəy bölməsində yerləşdirilmişdir.